Avrasiyada regionun əsas nəqliyyat və logistika qovşağı rolunu oynayan Bakı limanı Xəzər dənizi limanlarının ən böyüyü və ən əhəmiyyətlisi hesab olunan Bakı Beynəlxalq Dəniz Ticarət Limanında bu ildən ikinci faza üzrə tikintiyə başlanılacaq. Bura Bakı Beynəlxalq Dəniz Ticarət Limanıdır. Xəzər dənizinin ən böyük və ən müasir limanlarından hesab olunur. Buradan hər il 15 milyon tondan çox yük daşınır ki, elə təkcə konteynerların həcmi 100 min TEU-ya çatır. Avropadan Asiya eyni zamanda əks istiqamətində yük daşımaların ən təhlükəsiz və sərfəli yolu hesab olunur. Gəlin görək bu böyük nəqliyyat qovşağı necə işləyir? Qaradağ rayonunun Ələt qəsəbəsində yerləşən Bakı limanı regionun ilk yaşıl limanı statusunu qazanıb. Liman Çindən ta Avropaya qədər uzanan yük daşımaların Asiyadan Avropaya keçid etdiyi nöqtə hesab olunur. Limana gələn yüklərin avtomobil və beynəlxalq dəmir yolu nəqliyyatı ilə daşınması üçün hər cür şərait mövcuddur. Konteynerlarda avtomobil və onun ehtiyat hissələrindən tutmuş qida məhsullarına qədər yüklər daşınır. Hər il davamlı olaraq terminal üzərindən aşırılan nəqliyyat vasitələrinin sayında artım müşahidə edilir. Artım hər iki istiqamət üzrə, Orta Asiya, Avropa və Avropa, Orta Asiya üzrə müşahidə edilir. Avropadan Orta Asiyaya xüsusən layihə yüklərinin, yəni hər hansı bir zavodun, fabrikin, binanın tikintisi üçün nəzərdə tutulan tikinti materiallarının və eyni zamanda konstruksiyaların və mexanizmlərin daşınmasında ciddi artım hiss olunur. Bakı limanında yük emalı prosesi yüksək səviyyədə avtomatlaşdırılıb. Limana yan alan gəmilərdəki konteynerlar və yüklər qaldırıcı kranlar vasitəsilə yüklənir və yaxud boşaldılır. Qeyd edim ki, hazırda Bakı limanında 9 belə qaldırıcı kran fəaliyyət göstərir. Avropa və Asiya arasında körpü və əsas nəqliyyat dəhlizi rolunu oynayan limana maraq hər ötən il artmaqdadır. Hazırda dünyada gedən geosiyasi proseslərin fonunda Azərbaycan logistikasına, orta dəhlizə olan maraq böyük miqdarda artıb. Təkcə ötən il ərzində Bakı limanı vasitəsilə 76.775 TEU ekvivalentində konteyner daşınıb ki, bu 2023-cü illə müqayisədə 73% artım deməkdir. 2024-cü il ərzində Bakı limanından keçməklə təxminən 300 blok qatar yük daşınmışdısa, 2025-ci ildə bu rəqəmin artıq 600 blok qatara çatdırılması gözlənilir. İndi əsas diqqət Bakı limanının inşasının ikinci fazası üzrə hazırlıq işlərinə yönəlib. Artıq göstəriş verildi və işə bu ildən biz başlayırıq. Beynəlxalq məsləhətçilər cəlb edildi ki, yeni layihə hazırlansın, təqdim edilsin. Biz limanın imkanlarını 25 milyon tona çatdırmalıyıq və ola bilsin bu da bizə yetməyəcək. Çünki şərq-qərb nəqliyyat dəhlizi üzrə yüklərin həcmi o qədər sürətlə artır ki, biz bu işləri də bu artıma görə etməliyik. Görülən işlər Azərbaycanın həm şərq-qərb, həm də şimal-cənub istiqaməti üzrə tranzit və logistika imkanlarının yüksəldilməsinə hesablanıb. Qazaxıstan, Naxçıvan və Türkmənistan-Türkmənbaşı limanları ilə əlaqələndirilən Bakı limanı vasitəsilə Çindən gələn yüklər Avropaya eyni zamanda əks istiqamətində daşınır. Gələcəkdə Zəngəzur dəhlizinin açılması ilə isə daşınacaq yüklərin dəfələrlə artacağı proqnozlaşdırılır. Vurğun Mədətov, Namiq Ağayev, Sənan Kərimli, İTV Xəbər.